Sarayın tam mərkəzində 120 min manata 2 mərtəbəli ev satışa çıxarıldı. Paket kupçalı evdir, evin də kupçası var torpağında, qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Bilirsiniz bu ev sarayın arasındadır. Qəsəbə soveti var, bələdiyyə, qəsəbə soveti, poçt, mərkəzi poçt, bir sayılı məktəb düz onun yanındadır. Yəni demək olar ki, sarayın düz mərkəzindədir, darvazanın ağzına qədər də asfaltdır. Bax bu qədər. Deməli, evin polu da monolitdir, bir ilə ikinin arası da monolitdir, yuxarısında da kəməri var. 3 dənə kəməri var demək olar ki, bu evin. Şəbəkə pəncərəlidir, tarsovka emusiyadır. Hasarlarına, bax, ramkaya alınıb, içi silikonlu emusiyadır, bahalı emusiyalardır. Bunlar da tarsovkadır. Bax, diqqətlə bunları inşallah gələndə bir-bir sizə göstərəcəm. Adi, bax, süpürgəliyə bax, görürsünüz, süpürgəliyə qədər bura vurulub, hazır vəziyyətdədir. Mərkəzi kanalizasiyanın burada trapıdır, jalüz qapıdır, indi burada apışıq olunacaq, bir dənə də kaletkası var burada. Damafonun yerinə qədər xətti qoyulub, hər şey nəzərə alınıb, yüksək keyfiyyətlə tikilmiş evdir. Bu da hasarın qırağında torpa ağac yeridir. Nə bilim, gül əkməyə, ağac əkməyə xüsusi yer var. Bir də izah edirəm. Bax, şəbəkə pəncərədir, bütün pəncərələr. Evinizin buradan ara məsafəsini göstərin. Arkadakı ara məsafəni içərdən göstərəcəyik. Gelib inşallah içərdən göstərəcəm sizə. Kanalizasiyası mərkəzidir. Paket kupçalı evdir, qaz, su, işıq sayğacları var. Buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Bir də buradan diqqətlə baxaq. Bax, buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Evin bütün işıqlandırmalarına bax, görürsünüz. Bax, xüsusi işıqlarla işıqlandırılıb ev. Həqiqətən super evdir, yüksək keyfiyyətli evdir. Demək olar ki, bax, bütün isti poldur. Bir dənə qoy burasını deyim. Gözlük bura koridordur, hamam tualet, mətbəx, keramikadır, qalanları amma laminatdır. Yaxınlaşa birbaşa mətbəxə, bunun mətbəxi çox maraqlı bir mətbəxdir. Oradan bir dənə zəhmət olmasa götürün. Bir də izah edirəm, mətbəx, koridor, hamam tualet, keramika, isti poldur. Mebel arası keramikası vurulub, bütün xəttlər atılıb, aspiratorun yerinə qədər. Görün, nə qəşəng mebelin üstündə işıqlandırılıb, bir dənə oran zəhmət olmasa bir də götürək. Bax, mətbəxi çox geniş mətbəxi var. 120 min manatadır. Qiymətindən narahat olmayın. Ev xoşunuza gəlsin. Qiymətin gəlib burada razılaşacaqsınız. Sonra nə var? Nəyi demək istəyirəm? Mətbəxin qapısından sonra bura çıxırıq. Bax belə, o bayaq dedim evin arkasına. Bax, burada geniş bir belə bir yeri var. Kombi burada quraşdırılacaq. Burada da belə tam etlənib, bax görürsünüz, səlqə sahmanla trapına qədər qoyulub. Otura da bilərsiniz, nə bilim, yəni istifadə olunması bir yerdir. Onu izah eləmək istəyirəm. Pəncərəsi də həm belə artırır, həm də şəbəkə pəncərədir. Davam eləyək. Sanitar qovşağını göstərək 1-ci mərtəbənin. Gör, nə qəşəng koridoru. Həqiqətən çox işıqlı evdir. 1-ci mərtəbənin sanitar qovşağını göstərdik. Bax, bu 1-ci mərtəbənin sanitar qovşağıdır. Zəhmət olmasa buranı çəkək. Bax, bura korrektorun yeridir. Görürsünüz, hazır yığılıb. Bu da qaladovkasıdır burada. Artıq şeyləri pilləkənin altında xüsusi yer ayırıb. Nəhayət gəlirik zala. Qapıları qalıb ha evin. Siz gəndə o da stanovda olunacaq. Plintuslar qalıb, qapılar qalıb, bir-iki xırdapara işləri qalıb. Görürsünüz nə qəşəng xüsusi zövqlə düzəldilib. Bunun patoloku, tavanı, spotları, işıqları həqiqətən həm viddidir, həm də ki, keyfiyyətli evdir. TV stentin yeri də buradadır. Pəncərəsi də ciftlən açılır, belə də açılıb. İsti poldur ha burada. Radiator görməyəcəksiniz. Hamısı isti poldur. Hörmətli izləyicilər, yaxınlaşın da 2-ci mərtəbəyə diqqətlə baxın, bunları bir-bir izah eləyirəm. Perilalar, zəhmət olsa pilləkənin perilalarını göstərək, sıx-sıx vurulub perilalar, onu diqqətə çatdırmaq istəyirəm. Bir ilə ikinin arası monolitdir, bu 2-ci mərtəbənin korrektorudur. Bu qalxdıq 2-ci mərtəbəyə. Yenə də monolitdir, isti poldur, bunu əvvəldən deyirəm. Gör, nə qəşəng səlqə sahmanlı evdir, bax. 2-ci mərtəbənin sanitar qovşağıdır. Sonra buradan kırışıya çıxmaq üçün yeridir. Bu bir yataq otağıdır. 2-ci mərtəbədə olan yataq otaqlarıdır. Bu 2-ci yataq otağıdır. Bu da 3-cü böyük yataq otağıdır. 3-cü böyük yataq otağı. Bax belə. Deməli, sonda bir də burada izah edirəm. Saray qəsəbəsindədir bu ev. 2 mərtəbəli evdir. Paket kupçalı evdir. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Sarayın tam mərkəzindədir. Bir də izah edirəm. Mərkəzi poçt, qəsəbə soveti, bələdiyyə 1 nömrəli məktəbin yanındadır. Qapının ağzı da asfaltdır. Yəni, darvazanı açacağım, asfaltı görəcəksiniz. Bütün marşrutlar keçən asfalt. 1 ilə 2-nin arası monolitdir. Yeri bütün monolitdir. Yuxarıda da 20-nin 40-a kəmər fırladılıb. Gələndə görəcəksiniz, çox yüksək keyfiyyətli evdir. Az-az çıxacaq belə evlərdən. Mütləq gəlin bu evə baxın. 120 mindən də narahat olmayın. Ev sahibi özü deyir ki, qiymətində yaxşı endirim eləyəcəm. Sağ olun.